Laş üstü 2 və lan üstü 2 şəkilçiləri sözləri tərkibinə görə təhlil edən zaman bəzən parçalanır, bəzən parçalanmır. Bunları müəyyən etmək üçün la hissəsindən sonra maqmək məstər şəkilçisi artırmaq lazımdır. Əgər belə bir söz dilimizdə varsa, şəkilçimiz la və ş şəklində parçalanacaq. Əgər belə bir söz dilimizdə yoxdursa, şəkilçimiz parçalanmayacaq. Məsələn, vidalaşmaq sözündə la hissəsindən sonra maq şəklisi artırırıq. Vidalamaq. Belə bir sözümüz yoxdur. Deməli, laş parçalanmamışdır. Ayaqlaşmaq sözündə la hissəsindən sonra maq şəklisi artırırıq. Ayaqlamaq. Belə bir sözümüz yoxdur. Deməli, burada da laş şəklisi parçalanmamışdır. Üzləşmək sözündə lə hissəciyindən sonra maqmək şəklisi artırırıq. Üzləmək. Belə bir sözümüz də dilimizdə yoxdur. Deməli, ləş parçalanmamışdır. Ancaq salamlaşmaq sözündə la hissəsindən sonra maq artırırıq. Salamlamaq. Bəli, deməli, belə bir söz dilimizdə var. Ona görə də burada la və ş şəklində şəkilçimiz parçalanmışdır. Keçək lan şəkilçisinə. Alovlamaq. La'dan sonra maq artırırıq. Alovlamaq. Belə bir söz dilimizdə yoxdur. Deməli, şəkilçimiz parçalanmamışdır. Yağlanmaq sözündə la'dan sonra maq artırırıq. Yağlamaq. Bəli, belə bir söz dilimizdə var. Deməli, şəkilçimiz la və n şəklində parçalanmışdır.